Cinsi yolla yayılan xəstəliklər seriyasının ikinci xəstəliyindəyik. Bu xlamidiozdur. Xlamidiya bakteriyaları tərəfindən törənən bir xəstəlikdir və tam bir baş bəlasıdır. Təsəvvür edin ki, çanaq boşluğu və onun aşağısında yerləşən nahiyədəki bütün orqanlarda xəstəlik törədə bilər, iltihab yayıla bilər. Bununla da qalmır, ürəyin qapaqlarına gedib ürək çatışmazlığına səbəb ola bilər, gözə yayıla bilər, qaraciyər və onun ətrafındakı toxumalara yayılır. Yayılması isə yapışqan kimi bir şey olur. Yəni, məsələn, iki dənə yapışqanı bir-birindən araladığınızda o arada gördüyünüz xəttlər kimi orqanlar arasında da o cür yapışmalar əmələ gəlir. Və xüsusən də cavan qızlar da dediyim kimi bu dünən dediyim qanariya infeksiyasında olduğu kimi uzun müddət öz simptomlarını göstərməyə bilir və bu cavan qızlar xəstəxanaya gedirlər müxtəlif qarın ağrısı şikayəti ilə. Daha sonra isə tutaq ki, tutub uşaqlığı və yaxud da yumurtalıqları tutub